Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bugün sizlərlə Güvənin Test Bankından əvəzi bölmə mövzusunun izahına baxacağıq. Gəlin vaxt itirmədən izaha başlayaq. Deməli, zərfin ilk başlıq zərfin quruluşçu növləridir. Nə deyir? Verilmiş bəndlərə birinə zərf işlənməmişdir. Darıxdığı üçün kəndə getmişdi. Müəllim, bax, darıxdığı feildir. Üçün qoşmadır. Kənd isimdir, getmək feildir. Görsən zərf yoxdur. Deməli, cavabı nə variantıdır? Bir dəqiqə bunu biraz düzəlişirik. Cavabı nə variantıdır? Burada geri zərfdir. Çox sərt danışırdı. Sərt zərfdir. Sürətlə zərfdir. Ehtiyatla zərfdir. Hansı cümlə zərf zərfə aiddir? Bu görüş üçün sabah gecdir. Mənim sabah nədir? Zərfdir. Gec nədir? Gec də zərf. Görürsünüz, zərf zərfə aiddir. Cavabı nədir? İndi bunları söyləmək olmaz. İndi bunları görsən, indi zərfdir, bu əvəzlikdir. O axşam iclasa. Axşam zərfdir, iclas isimdir. Dağlar həmişə gözəldir. Həmişə zərfdir, gözəl sifətdir. Aşağı çox qaranlıqdır. Aşağı qaranlıqdır. Qaranlıq deməli sifətdir. Aşağı zərfdir. Bunu çıxırsan. Qeyd edirəm ki, qaranlıq sözü isim də ola bilər, sifət də ola bilər. Necə nə cür hansı sualın cavab verində isim sifət olur, nə sualın cavab verində isim olur. Hansı cümlədə zərf işlənməyib? Deməli, uşaq təəccüblə dostuna baxdı. Tərz hərəkət zərfidir. Burada Lalə leksik şəkilçidir. Şair eşitdiklərini qələmlə köçürürdü. Mənim burada qələm isimdir, Lalə qoşmadır. Yaxşı, bunu demişəm sizə. Qoşmalı isimləri zərflə qarışdırmayın. Şair isimdir, eşitdiyi feildir, qələm isimdir, Lalə qoşmadır, köçürmək feildir. Burada zərf yoxdur. Cəsarətlə burada Lalə zərf düzəldən leksik şəkilçidir. Bu zərfdir. İrəlidə zərfdə çıxırsınız. Diqqətlə zərfdə çıxırsınız. Zorla, amma qətiyyətlə, zorla, qətiyyətlə zərfdir. Cavabım B olur. 4. Hansı cümlədə zərf işlənməmişdir? Az ye. Burada az miqdar zərfi çünki hərəkətə aiddir. Birazdan gələcəklər. Deməli, birazdan gəlmək feilinə aiddir, miqdar zərfidir. Çox bil, az danış. Bura çoxla az danışıq bilmək feilinə aid olduğu üçün miqdar zərfidir. Az adam, müəllim, bilirsən ki, az çox hərəkət aid olana zərf olur. Əşya aid olanda say olur. Burada az adam saydı. Ona görə bu cümlədə zərf yoxdur. Cavabın D-dir. Bəzən az danışır. Buradakı da az miqdar zərfidir çünki hərəkətə aiddir. 5-ə baxırıq. Biri həm zərf, həm də digər indekslər kimi işlənə bilər. Yuxarı yalnız zərfdir, müəllim. Qəflətən də yalnız zərfdir. Növbə-növ sifətdir. Zərfə digər indeksəsi. Ara bir zaman zərfdir. Müəllim, amma cəld sifət də ola bilər, zərf də ola bilər. Cəld adam desən sifət olur. Cəld getdi, cəld danışdı. Bu da olacaq. Deməli, zərf. Bilirsiniz ki, növbə-növ, cürbəcür, rəng-bərəng, rəngərək sözləri sifət olmuş olur. Ona görə E-ni götürmürük, elə B-ni götürürük. Davam edək. Hansı söz zərf deyil? Üzbəüz zərfdir. Üzbəüz dayanmışlar, necə dayanmışlar, nə tərdə dayanmışlar. Yanbayan da zərfdir. İlbəil artır, zaman zərfdir. Günbəgün irəliləyir, zaman zərfdir. Rəng-bərəng, dedim, bayaq sayılan sözlərin səhər rəng-bərəng də var idi. Sifət olmuş olur. 7. Hansı sözlər həm sifət, həm də zərf kimi işlənə bilər? Üzü yola adamdır, sifət olur, amma zərf olmur. Bunu çıx. Daha sonra, üz-üzə dayanmışlar, amma sifət olmur. Bunlar üst-üstə, baş-başa. Bunlar hamısı zərfdir, heç biri sifət olmur. Baş-aşağı adam necə adam? Baş-aşağı dayanmışdı. Açıq-aşkar zərf də ola bilər. Sifət də ola bilər. Uzun-uzadı danışıq və ya da uzun-uzadı danışdı. Bu belə. Başı soyuq, başı uca, açıq ürəkli. Bunlar zərf olmuş, sifət olur. Birbaşa da zərf olur, sifət olur. Ona görə cavabın elə 7-də olur. C variantı. Niyə? Həm zərf, həm də sifət olduğu üçün. Sözlərin biri yalnız zərf kimi işlənir. Müəllim, nə vaxt zərf deyil, sual əvəzidir. Bunu çıx. Bəri yalnız zərf kimi işlənir. Biri yalnız zərf kimi işlənir. Baxaq. Bəri. Bəri, müəllim, qoşma da ola bilər də. 100 ildən bəri desən qoşma olacaq. Bəri gəl desən zərf olacaq. Yaxşı sifət zərf olur. Biraz hərəkətə aid olana zərf olur. Əşyaya aid olanda say olur. Amma irəli yalnız zərf olmuş olur. Biri zərf deyil. Ruhən, gələn, daxilən, qəlbən. Mən bura cavab B olacaq. Niyə? Çünki gələn feil sifətdir. Gəl sözün kökü anen qrammatik. Qəlbən deyirəm ki, qəlbən ona inanıram.
daxilən inanır. Bunlar hamısı zərf olacaq. Yaxşı bilirsiniz ki, ən zərf düzəldən şəkilçi də ola bilər. Hansı şəkilçidə zərf düzəlmir? Lalə ilə düzəlir, danla düzəlir. Daha sonra müəllim ənlə düzəlir. Daha ıbla düzəlməyəcək. Niyə ıbla düzəlməyəcək? Çünki ıb feili bağlama düzəltmiş olacaq. Cavab nə olur? B variantı. Zərf düzəldən şəkilçiləri əzbərləmək lazımdır. Hansı cümlədə zərf işləməmiş? Gəlin la ilə zərf düzəldək. O sürətlə danışır. Ənlə zərf düzəldək daxilən. Danla zərf düzəldək ucadan. Da ilə zərf düzəldək yayda, yazda, payızda, qışda. Zərf işlənmişdir. Kəndlilər torpağa traktorla. Traktor isimdir. Lalə qoşmadır. Yəni bu qoşmalı isimdir. Müəllimin diktə etdiyi mətni qələmlə yazın. Burada da qələm isimdir. Lalə qoşmadır. Bazara tramvayla getdim. Tramvay vasitəsilə getdim. Tramvay isimdir. Lalə qoşmadır. Əlimi bıçaqla kəsdim. Bıçaq isimdir. Lalə qoşmadır. Əli uçan quşlara həsədlə baxırdı. Nə tərzdə baxırdı? Həsədlə. Mənim diqqət eləsəz daha çox konkret isim arasında qoşma olur. Bax, traktor konkret isimdir, qələm konkret isimdir, tramvay və bıçaq da konkret isimdir. Ona görə 11-ci sualın cavabı olacaq E variantı. 12. Sözlərdən biri yalnız zərf kimi işlənir. Maraqlı sualların biridir. Bayaq yalnız zərfdir. Bildir, bildirmək feil də ola bilər. Bildir desə zərf olacaq, amma vurğu sual düşəndə bildir feil olur. Sonra qoşma ola bilər, gecə ismi ola bilər. Qabaq isim ola bilər və qoşma ola bilər. Qabaq balqabaq mənası desən isim olacaq. Qoşma ola bilər səndən qabaq və s. Ona görə bu sualın cavabı olacaq. Yalnız zərf deyirsə 12-ci cavabı alınmış olur. Hansı cümlə zərf yoxdur? İsa qapının ağzına dinməz söyləməz. Dinməz söyləməz tərcih hərəkət sərfidir. Dilimizdə bir sıra sözlər, bir sıra saydı. Onları sətirdən sətirə keçirilmir olmaz. Sətir isimdir. Bura zərf yoxdur. Bayram sayağı zərfdir. Sakitcə zərfdir. Qədrini az bilir. Az burada zərfdir. 14. Hansı cümlə zərfin iki müxtəlif məna növü işlənmişdir? Bu iki idmançı olduqca irəlidə qaçır. Aha. Olduqca burada ədatdır. İrəli zərfdir. Bura bir dənə zərf var. Bunu çıx. Bugün almısansa sabah gəlirəm. Bugün, sabah ikisi zamandır. Bayaq güllə səsləri daha yaxından eşidilirdi. Mən bayaq zaman zərfidir. Yaxın, uzaqda zərf olacaq, yaxın uzaq yer zərf olacaq. Ona görə 14-cü sualın cavabı olacaq C variantı. Davam edək 15-ci sualdan. Hansı cümlədə zərf feilin xəbər şəklinə aiddir? Geri dönmək, mən burada geri zərfdə dönmək ümumiyyətlə təsvirlənən feil deyil, bunu çıxacaqsan. Səni məndən alan dünya bir də geri verərmi? Geri zərfdir. Verərmi? Ver sözün kökü arar zaman. Zaman vasitənin xəbər şəklindədir. Elə onun üçün 15-ci sualın cavabı olacaq B variantı. Axşam düşdü. Burada şöyle keçmiş zaman çıxacaqsınız. Geriyə baxma, bu əmr şəklində çıxacaqsınız. Biraz qabağa getsən, bu da şərt şəklində çıxacaqsan. 16-cı suala baxırıq. Feili bağlamaya aid zərf hansı nümunədə işlənmişdir? Yatan günəş qalxıb erkən yuxusundan tez ayılsın. Burada erkən ayılsın, erkən zərfdir, ayılsın da feili bağlama deyil. Qabaqda gedəndə maraqlı xəbər var. Qabaqda gedəndə, qabaq burada yer zərfidir, gedəndə maraqlı xəbər var. Burada nəyə aiddir? Bizə dəqiqə. Neysə, səhv elədik. Yatan günəş qalxıb erkən yuxusundan tez ayılsın. Burada A variantında cavab olacaq. Niyə cavab olacaq? İnversiyanı bərpa eləməliyik. Yatan günəş qalxıb erkən yuxusundan tez ayılsın. Yatan günəş erkən qalxıb yuxusundan tez oyansın. Burada erkən sözü əslində qalxıb feili bağlamaya aiddir. Ona görə cavabın A variantıdır. Qabaqda gedəndə maraqlı məlumat var. Burada qabaqda zərf olsa da gedən, anən feili sifəti, dadə burada hal şəkilçisidir. Bunu çıxacaqsan. Burada zərf feili sifətə aiddir. Deyirsən, kimdə məlumat var? Qabaqda gedəndə kimdə sona cavab versə feili sifətli isimləşib. Çox getdilər. Burada çox getdilər feilinə aiddir. Bunu da çıxırsan. Əzəldən yaranıb tamaşa dünya. Deməli, əzəldən yaranıbdır tamaşa dünya. Burada yaranıb feili bağlama deyil. Burada zaman şəkilçisidir. Dünən səhərinidir. Dünən zərf səhərin sifətinə aiddir. 16-cı sualın cavabı alınmış olacaq. Hansı üçün nümunədə zərf işlənmişdir? Ora gedir, zərf işlənmişdir. Sinif isimdir, kənd isimdir, şəhər isimdir, məktəb isimdir. Ora olacaq, deməli, yer zərfli. Bunlar məkan mənalı isimləri, diqqətli olun.
18-ci suala baxırıq. Hansı bəndə yalnız zərflər verilmişdir? İrəlidən, çoxdan, gülə-gülə Araknın vəzirsən deyə feili bağlamadı. Təsadüfən, sənsiz, deyəsən. Deyəsən molla söz olacaq və yaxud da feil ola bilər. Sən bunu ona deyəsən. Bayram sayağı tərzdəki tərəfidir, dilucu tərzdəki tərəfidir, 1-ə 5 miqdar tərəfidir. Cavabın C-dir. Qorxmadan madan feili bağlamada çıxacaqsan, parkda park isimli çıxacaqsan. 19. Zərflərin birində vurğu birinci hecaya düşür. Birdən düşür, deməli, ikinci hecə, təsadüfən düşür ikinci hecə, yenidən üçüncü hecə, çoxdan sonuncu hecə, qəflətən birinci hecaya düşmüş olur və cavabı o variantı. Ancaq zərf düzəldən şəkilçi hansıdır? Ancaq zərf düzəldən deyir, düzdür. Lalə, duzla, duz ismindən duzlamaq feili yarandı. Bunu çıxırsam gedir. Dadə, məsələn, nə düzəldə bilər? Dadə müəllim, ismi yerli hal olur. Bunu çıxacaqsan, dandan çıxışlı hal olacaq. Bunu çıxacaqsam. Cacə isim düzəldə bilər. Məsələn, düşüncə. Düşünmək feillə düşüncə isim yarada bilər. Cavab olacaq casına C variantı. Tərkibində zərf işləyən cümləni müəyyənləşdirin. Zərf işləyən cümləni. Aslan kişi çəliklə yerir. Çəlik isimdir. Konkret isimli Lalə burada qoşmadır. Yolçu da isimdir. Belə söhbətlər, necə söhbət burada əvəzlikdir. Məktəbin təzə binasının xeyli avadanlıq, xeyli burada saydı. Tahir sakitə dayanmışdı. Bura sakitə artıq zərfdə tərzdə kəsərdir. Necə dayanmışdı? Nə tərzdə dayanmışdı? Sakit zərfdir. Cacələ burada ədatdır. Mənim diqqətli ol. Ədat. Bu belə. Qaçaqaç düşdü. Qaçaqaç isimdir. Usta qaşqabağın töyməkdə bir yerdə mürəkkəb feildir. Yaxşı. Sonra 22-ci suala baxırıq. İsimdən düzələn zərf hansıdır? Qoca güclə yeriyirdi. Güc ismindən güclə zərf yaranır. Onca 22-ci cavabıdır. Otaqda hündürdən danışırdı. Hündür sifətindən hündürən zərf yaranır. Bunu çıx. Ürəyimdən keçənləri açıqcasına söylədim. Burada açıq söylədim, açıqcasına söylədim. Burada açıq zərfdən yaranmış zərfdir. Aranda havalar soyumadı. Burada ümumiyyətlə zərf yoxdur. Gün orta evə qayıtdım. Gün orta bu mürəkkəb zərfdir. Cavabın olur A variantı. 23. Cümlənin birində olan zərf ayrılıqda həm də isim kimi işlənə bilər. Aha, maraqlı sualdır. Bilirsiniz ki, gecədir, axşamdır, bunlar isim ola bilər. O görə cavabım B-dir. O bizə dostcasın. Dostcasın yalnız tərzi hərəkət zərfidir. İndi yalnız zaman zərfidir. Çox dayanmışdıq. Miqdar zərfidir. Yanaşı binalarda necə bina? Yanaşı bina burada sifətdir. Bina sözü də burada isimdir. 24-də baxırıq. Hansı cümlə zərf feili sifətə aiddir? Nikbin insanlar həyata çox sevirlər. Burada çox sevirlər feilinə aiddir. Feili sifət deyil, təsvirlənən feildir. Bunu çıxırsan. İrəli gedəni, irəli yer zərfidir. Gedən feili sifətdir. Cavabım B-dir. Ucadan danışmaq, ucadan zərfi danışmaq məsələrinə aiddir. Qapını möhkəmcə bağlayıb içəri keçdi. Möhkəmcə zərfi bağlayaraq feili bağlamasına aiddir. Dərsə gecikən şagirdləri içəri buraxmadılar. İçəri yer zərf buraxmadılar. Təsriflənən feilinə aiddir. 25-ci suala baxırıq. Zərflərin birində vurğu ikinci hecaya düşür. Güclə birinci hecaya düşür. Dostcasına birinci hecaya düşür. Cəsarətlə üçüncü hecaya düşür. Qəlbən birinci hecaya düşür. Vüqarla ikinci hecaya düşür. Sənə də 2 soruşur deyə elə 25-in cavabı olur E variantı. 26-ya baxırıq. Hansı zərf quruluşda mürəkkəb deyil? Oğrun mürəkkəbdir. Hiləgərcəsinə maraqlıdır. Mənim hiləgərcəsinə. Görürsən burada ancaq şəkilçidir. 2 söz yoxdur. Addım, başı 2 dənə sözdür. Tay 2 sözlü babə bitişdiricidir. Gündən günə 2 söz zaten görünür. Ona görə 26-cı cavab olur. B variantı. 27. Daimi sözlərin hansı ilk hissəsində olduğunu müəyyənləşdirin. Maraqlı sualdır. Deməli, deyirəm ki, o daima bunu təkrar edirdi. Burada zaman zərfidir. Daim belə olub, indən belə də belə olacaq. Daim, yəni müntəzəm, davamlı mənasındadır. Bu da zərf. Amma daimi iş necə iş? Bu sifət olmuş olacaq müəllim. Ona görə burada necə oldu? Zərf, sifət var mı? Elə bir cavabımız zərf, sifət. B variantı olacaq 27-ci sualın cavabı. Sözlərin birinə casına şəkildə çağırdı. Mən belə onda özündən sonra nəsə söz işlət və yaxud da ki, cümlədə işlət tapacaqsın. Sözlərin birinə casına şəkildə artırmaqla zərf düzəltmək olmur. Dostcasına, açıqcasına, qəhrəmancasına, mehribancasına
Tündcəsinə desən, tünd axı sifətdir mənim. Tündcəsinə necə zərf olacaq? Ona görə cavabın E variantı olmuş olur. 29-a baxaq. Hansı cümlə fərqləndirilmiş söz zərf deyil? Kəndə çatmağa azca qalmış. Burada miqdar zərfidir. Anasından ayrı düşən quzunu qurd yeyər. Anasından ayrı düşən quzunu. Burada da zərf olmuş olur. Bu məsələni birlikdə zərf olur. Aşağı zərf olur. Sevilə-sevilə zərf deyil. Çünki araqla əvəz edirsən. Olur sevilərək, olur feili bağlama. 30-cu suala baxaq. Biri zərf deyil. Biri zərf deyil. Aha. Oxuduğu feili sifətli üçün qoşmada zərf deyil. Bir qədər miqdar zərfidir. Günbəgün zaman zərfidir. Gecə-gündüz zaman zərfidir. Gecəsin tərz hərəkət zərfidir. 31-ci suala baxaq. Hansı cümlə zərf feilə aid deyil? Kəndlər heyvanları itlərin pəncəsindən güclə qurtara bilirlər. Güclə tərcə hərəkətlə qurtara bilmək feilinə aiddir. İtlər birdən-birə hürməyə başladılar. İtlər birdən-birə hürməyə başladılar. Hürməyə başlamaq birdən-birə burada da feilə aiddir. İçəri çox qaranlıq idi. İçəri yer zərfi qaranlıq sifətinə aiddir. Kaş ötən günlərimi geri zərfi qaytarmaq feilinə aiddir. Təmkinlə zərfi danışmaq feilinə aiddir. 32-ci suala baxırıq. Hansı bənddə zərf işlənmişdir? Bu sükut ani lakin mənalı idi. Aha. Mənim sükut isimdir. Ani ilə mənalı da sifətdir. Bunu çox. Tələbədə bu saf, səmimi insana qarşı bir hörmət hissi yarandı. Burada da zərf yoxdur. Sonra bəlkə də bu səslər onun ürəyində çoxdan zaman zərfdir. Bunu götürə bilərsən. Nə ağac var idi, nə də kölgəlik. Burada bir şeylər yoxdur. Tahir onu danışmağa qoymazdı. Burada bir şey yoxdur. 33-cü suala baxırıq. Həm zərf, həm də digər nitq hissəsi kimi işlənən sözlər cərgəsi müəyyənləşdirir. Yaxşı sifət zərf, gecə isim zərf, xeyli say zərf. Yaxşı adam sifət, yaxşı danışdı zərf. Gecə düşdü isim, gecə gəldilər zərf. Xeyli adam say, xeyli danışdılar zərf. Cavabın A variantıdır. Könülsüz sifətdir. Qələmlə onsuz da isimdir. Çox, rahatca, başqa. Müəllim, baxaq görək bir. Çox, rahatca, başqa. Çox ola bilər ədatla və yaxud da ki, sayla amonim ola bilər. Başqa necə olur? Başqa qoşma olur. Sifət olur, amma mənim zərf olmur. Başqa adam sifətdir. Səndən başqa qoşmadı, amma zərf olmayacaq. Yaxşı. Rahatca danışdılar və yaxud da rahatca tutaq ki, sifət də ola bilər. Rahat sifətinə cacə əda tartım olur. Rahatca dincəldi və yaxud da rahatca adamdır deyə bilərsən. Bunda çıxırsan üzbəyüz göyçək. Göyçək də nə olur? Sifət olur, zərf olmur. 33-cü sualın cavabı nə oldu? 33-cü sualın cavabı oldu A variantı. 34. Düzəltmə zərflərin birinin kökü saydır. Mənim birdən zərfi bir sayına yaranıb. Belə 34-ün cavabı olmuş olur C variantı. Qəflətən qəflət ismindən yaranıb. Şairanə şair ismindən, yavaşca yavaş zərfindən və yaxud da sifətindən, sürətlə sürət ismindən yaranmış olur. Deməli 34-ün də cavabı oldu C variantı. 35. Biri zərf deyil, bir sıra yanbayan. Aha, mən demişdik ki, bir sıra bir çox yalnız say olur, zərf olmur. Digərləri sayla zərf ola bilər. 36-ya baxırıq. Mürəkkəb sərflər hansı sıradadır? Hərdən bir, həmişəlik, boşqab. Boşqab isimdir, çıxırsan. Stol üstü, ağır-ağır, üç telli sifətlə çıxırsan. Mənim yavaş-yavaş, üzbəüz tez-tez cavabın olur C variantı. Yavaş-yavaş danışdı, üzbəüz söhbətlədilər, gec-tez gələcək. Dalbadal hər gün çörçüb, çörçüb isimli çıxırsan. At üstü, zərfdir, yumru-yumru, quş üzümü. Quş üzümü isimli çıxırsan mənim. 37. Bu sualların biri zərfin sualı deyil. Aha. Hansı, necə ola bilər, nə vaxt ola bilər, hara? Bura hansı olacaq? Çünki hansı zərfin sualı olmur. Düzdür, sifətin sualı olsa da zərfin sualı olmur. Hətta sıra sayının sualı olsa da zərfin sualı olmur. 38. Biri həm zərf, həm də sifətin çoxaltma dərəcəsini əmələ gətirər. Söhbət cacədən gedir. Dil məzmunu yaradanda rusca, ingiliscə, fransızca, almanca zərf olur. Eyni zamanda sifətin dərəcəsini yarada bilər. Hansı söz zərf deyil? İçəri zərfdir, ara bir zərfdir, dünənki sifətdir, çoxdan zərfdir, üzbəyüz zərfdir, dünənki sifətdir mənim. Dünən zərfindən dünənki sifəti yaranmış olacaq. Ki və dakına yaranan sözlərə zərf deməyin, sifət demiş olacaqsınız. 40-cı suala baxırıq. Hansı cümlə fərqləndirilmiş söz zərf deyil? İrəli getmək, irəli yer zərfidir. Belə. Demişəm sizə, elə-belə yalnız əvəz ziyadat olur. Eləmək feili də ola bilər, düzdür.
belə sözü başlanğıc formadan çıxmış isim də ola bilər. Amma müstəqil şəkildə elə beləni görürsünüzsə, heç vaxt buna zərf deməyəcəksiniz, əvəzi deyə bilərsiniz, ədat deyə bilərsiniz. Ona görə cavabım B-dir. Bircə yaşayır tərz hərəkət sərfi, zorla qoyuna gedən köpəyin, sürüyən nə faydasız tərz hərəkət sərfidir. Bədahətən tərz hərəkət sərfi olmuş olur. 40-cı sualın cavabı oldu. B variantı. 41. Hiyləgərcəsinə zərfi hansı suala cavab verə bilər? Maraqlı sualdır. Mənim hiyləgərcəsinə danışdı. Necə danışdı? Nə zaman olmaz, nə vaxt olmaz. Çünki zaman zərfi deyil. Ümumiyyətlə hansı suala cavab vermir? Harada yer zərfinin sualıdır. 42-ci suala baxırıq. Deməli, Əli yığıncaqda birbaşa mətləbə keçərək bağa gedərkən gördüklərini söylədi cümləsindən zərfi müəyyənləşdirin. Əli isim, yığıncaq isim, birbaşa zərf, mətləb isim, keçmək feil, bağa isim, getmək feil, gördüklərini sifət, söylədi feil. Bura zərf hardaydı? Zərf birbaşadır. Birbaşa da B variantında olmuş olur. 43-ə baxırıq. Hansı şəkildə zərf düzəltmir? La düzəldə bilər, ən düzəldə bilər, dan düzəldə bilər, dadə düzəldə bilər. Mən bu şəkilçi zərf düzəltmir, feili bağlama düzəldir. Zərf düzəldən şəkilçi belədir. A ədir, yaxşı. O görə 43-cü sualın cavabı oldu E variantı. Bu forma feili bağlama düzəldir. Hansı söz zərf deyil? Üzbəyüz danışdılar, at üstü getdi, amban izlədim, dilucu danışdım, cürbəcür sifətdə növbənöv, rəngbərəng, rəngarəng, cürbəcür. 44 C olmuş oldu. Baxırıq 45-ci suala. Hansı zərfin quruluşca hər üç növünə aid sözlər var? Quruluşca. Diqqət olun, məna demir, quruluş deyir müəllimlər. 44-ə baxdıq, 45-ə baxırıq. İndi. Deməli, bu qığılcımların çözərtisi içində gəldiyi yolu addım-addım. Bura bir dənə addım-addım mürəkkəb sərf var. Çoxdan, doğmalardan çoxdan düzəltmə zərfdir. Doğmalarından ayrılmış indi sadə zərfdir. Evinə qayıdan adam kimi birdən-birə də buna mürəkkəb sərfdir. Cavabımız olur B variantı. İndi sadədir, bir qədər mürəkkəbdir, düzəltməsi yoxdur. İndi sadədir, geriyə sadədir, tək qayıtlar sadədir. Onda düzəltmədir, indiki sifətdir, səbirsizliklə düzəltmədir, mürəkkəbi yoxdur, elə sadəsi də yoxdur. Cavabımız olur B variantı. Təzən 46-cı suala baxırıq. Tərəflərinin heç biri ayrılıqda işlənə bilməyən zərflər hansı bənddədir? Heç biri ayrılıqda işlənə bilməyən dinməz, söyləməz işlənə bilər. Dinməz sözü var. Qələm, tələm sözü. Tələm tələsik, xısın xısın. Müəllimlər, tələm tələsik. Deyir ki, tərəflərin heç biri ayrılıqda işlənə bilməyən zərflər hansı bənddədir? Düzdür? Dizin, dizin, için, için. Dizin sözü yoxdur. İçin sözü də yoxdur. Düzdür? Dizin, dizin yoxdur. Diz sözü var da müəllim. Düzdür? Dizin sözü yoxdur axı. Dizin sözü söz deyəndə başlanğıc formanı nəzərdə tutur. Düzdür? Yəni qrammatik şəkilçi kimi düşünməsən bunu. Dizin sözü yoxdur. Diz sözü var. Ona görə elə cavabım B olacaq. Tələm sözü olmasa tələsik sözü var axı. Ona görə bunu çıx. Qarma qarışıq. Qarma olmasa da qarışıq var axı. Açıq aşkar hər ikisi var. Sənə deyir ki, heç bir ayrılıqda işlənməz. Ona görə dizin, dizin, için götürəcəksən. 46-cı cavabı olacaq. Yəqin ki, B variantı. 47 cümlənin hansında zərf işlənmişdir? Vəziyyəti öyrənmək üçün cəbhəyə yola düşdü. Burada zərf yoxdur. Soyuqdan burnunuzu göynür. Burada da zərf yoxdur. Uşaqlar hər şey diqqətlə tərz hərəkət sərfidir. Cavabın olur C variantı. 48-də baxırıq. Nümunədə işləmiş zərf neçənci misradır? O meşələr yana-yana yanaraq burada feili bağlamadı, yəni feildir. Hər fədakar qəhrəmana yol göstərir gecəyər. Gecəyər zaman zərfidir. Gedir zəfər, orduları gedir feil, zəfər isəm, ordu isəm. Burada bir dənə 3-cü misrada deməli zərf olmuş oldu. Daha sonra 49-a baxıram. Mürəkkəb sərfləri müəyyənləşdirin. Gəlhacəl isimli. Mən ümumiyyətlə A və H bitişdirilsə isim düzəldir. Gəlhacəl nə? Qaçaqaç nə? Bunda çıxan basabas nə? Bunlar çıxdın getdi. İlbəyil zaman zərfidir, yan-bayan tərz hərəkət sərfidir, taybatay tərz hərəkət sərfidir. Ancaq 49-cu cavabı olur 4, 5, 6. Təkərlim A və H bitişdiricisən isim yaranır. Bax, bu A bitişdiricisidir, bu A bitişdiricisidir, bu da H bitişdiricisidir. Sonra onları çıxırsan C deyir. 50-ci sual. Zərf yoxdur. Sevincli günlərin həsrətindəyik. Zərf yoxdur. Sevincli isimdir. Sifəti daha doğrusu. Sevinə araqını əvəzlərsən feili bağlama olur. Burada da zərf yoxdur. Birdən dilləndi. Dandan leksik şəkilçili zərf düzəldib. Qoca zorla lalə leksik şəkilçili zərf düzəldib. Qonaq maşınla maşın isimdir. Lalə qoşmada zərf yoxdur. Xəstə aramla aram ismidir. Lalə aramla
Aram ismindən aramla zərfi yaranır. Bunda cavabı 1, 2, 5 olmuş olur. Daha sonra davam eləyək 51-lə. Səhv yazılmış sözlər maraqlıdır, orfoqrafik qaydalara əsaslanır. Deməli, dost yanatını yazmayıblar. Bu səhv yazılmış. Ad ad düz yazılıb, 2 sayt yanaşı gələ bilər. Daha sonra igidcəsinə baxaq, igidcəsinə bu da səhv yazılıb, götürürük. 1-ə 5 defislə yazılmalıdır müəllim. Defisi qoymayıb, bunu da götür. Hərdən bir düz yazılıb, 1 düz yazılıb. Deməli 51-in cavabı oldu. 1-i seçdik, 3-ü seçdik və 4-ü seçmiş olduq. Davam eləyək. 52. Mənsubiyyət şəkilsinin iştirakıyla yaranan mürəkkəb sərf ürəyi açıq, onun ürəyi açıq. Buradakı i mənsubiyyət şəkilçisi müəllim. Amma diqqətli olacaqsan, nəyə diqqətli olacaqsan? Ürəyi açıq, axı zərf olmur, ona görə bunu çıxacaqsan. Daha sonra canı sulu, onun canı sulu. Burada mənsubiyyətdə, amma bula sifətliyə çıxacaqsan. Dilucu, ucundakı o mənsubiyyətdə bu zərf ola bilər. Dilucu danışdı, dilucu məsələn minnət elədi, bunu götürə bilərsən. Sonra üzü aşağı, onun üzü mənsubiyyətli, üzü aşağı getdi, zərf deyə bilərsən. Bayram sayağı, onun sayağı mənsubiyyətdir burada. Bunu deməli bayram sayağı, amma bayram sayağı necə zərf ola bilər ki, o maraqlıdır. Görək bir. Bayram sayağı zərf olmayacaq, ona görə bununla çıxırsan. Əli açıq. Əli açıq. Əli açıq adamdır deyə bilərsən, amma zərf olmayacaq. Əl üstü. Əl üstü. Ü burada mənsubiyyətdir, amma zərf ola bilər. Məsələn, deyirəm ki, elə əl üstü söhbət eləyək, gedəcəm. Ona görə burada nə seçdik? 3-ü seçdik, 4-ünü seçdik, bir də 7-ni seçmiş olduq. Bu belə. Deməli, təkrarım, əli açıq sifətdə zərf olunur. Daha sonra bayram sayağı sifətdə zərf olunur. Burada ürəyi açıq sifət idi, canı sulu sifət idi. Bunları çıxdıq, getdi. 53-cü suala baxırıq. Hansı səhvlərə vurğu ilk hecə açır? Qorxaqcasına, rusca, birdən, daxilən, vüqarla, sonra, yanakı, şairanə. Vurğu axırıncı, sənin nəyə soruşur? İlk hecə açır. 2-ni seçirsən, 4-ü seçirsən, bir də 6-nı seçirsən. Daha sonra davam eləyək 54-lə. Hansı yollarla mürəkkəb zərflər defislə yazılmır? Ba bitişdiricisinin köməyi ilə. Mənim yadımda saxla ki, bitişdirici varsa elə bitişi yazılacaq. Yaxın mənalar defisdir. 1 və ya 2 hal şəkilsi qəbul edən sözlər defisdir. Müxtəlif mənalar bitişikdir. Sadə düzəltmə defisdir. Ancaq bu sualın cavabı olacaq elə 1 ilə 4, 55. Zərfləri müəyyənləşdirin. Həmişəki sifətdir, həmişəlik zərfdir, həmişə zərfdir, həminki sifətdir, həmişə yaşar sifətdir. Ona görə 55-in cavabı olur. 2 ilə 3. Bax, 2-ları görsən, 2-lar olan sifət ortaq geçsin. Daha sonra 56-ya baxaq. Mürəkkəb zərf ad, bat, çağırdım zərf ola bilər. Qof, hav bitişdirici varsa isimdir. Növbə-növ sifətli çıxırsan, qaça-qaç a bitişdiricisini yaranıb. İsimdir, günbə-gün böyüyür, zərfdir. Ona görə cavabın olur 56-da 1 ilə 5. 57. Bu şəkilçilərin ikisi zərf düzəldə bilən şəkilçidir. Aha, zərf düzəldə nağd dağını görürsən. Nağd dağını götür, nağd lanı götür. 57 ilə sənə deyir ki, bu şəkilçilərin ikisi ilə ikisi də bulardır mənim. Cavab olur 3 ilə 4. 58-ə baxırıq. Sözlərin hansılar zərfdir? Gündüz işimizi tamamlayalım. Nə zaman gündüz zərfdir? Tək yaxşı yerdə yer ismi çıx. Axşamlayalım, axşalamaq feildir. Həyat qayığını sürmək feildir. İrəli zərfdir. Gözəl sahil, sahil ismi. 58-in cavabı olacaq elə 1 ilə 5. 59-a baxaq müəllim. Hansı cümlə zərf işlənməmişdir? Onlara gündə zaman zərfidir. Şəhərdə isimdir götürəcəksən. Qardaşım Rusiyada, Rusiya isimdir. Məktəbdə məktəb isimdir. Mən gündən günə zərfdir. Deməli 59-un cavabı olacaq 2 ilə 5. Bizə deyir ki, işlənməmişdir. Düzdür müəllim? Bax, burada işlənməyəni götürdük, burada işləyəni götürdük. Ya, görsünüz, səhv elədik. Bax, zərf işlənməmişdir deyir. Mən burada işlənməyəni götürmüşəm, burada işləyəni götürmüşəm. Təkrar baxaq. Biz ümumiyyətlə işlənməyəni götürməliyik müəllim. Onlara gündə zərf var, çıx. Şəhər isimli götür. Qardaşım Rusiyada təhsil alır, Rusiya isimli götür.
Məktəbdə görüşərək. Məktəb isimli götür. Gündən günə zərfli götürmə cavabın olsun 234. 59. Yaxşı ki, sonradan gözümə sataşdı, yoxsa elə səhv də gedəcəkdi. Düzəltmə zərfləri müəyyənləşdirin. Qəsdən, müəllim. Qəsd, qəsdən. Aha. Qəsd, bu formada qəsdən bunu götürə bilərsən. Türkçəni də götürə bilərsən. Qatar ismi çıxacaqsan, şəhərdə ismi çıxacaqsan, birlikdən götürə bilərsən. 1, birlik, birlikdə. Cavabın olacaq elə 1, 2, 5. Sonra 61-ci suala baxaq. Zərf söylən şəkilçənin hansıları vurur, qəbul etmir. La, ca, casına, yəni. La, casına. Başqa nə var burada? Bir də la, ca, casına, 1, 3, 7 cavabın olmuş olacaq. Bunlar əzbər bir. La, ca, casına. Hətta ca olsaydı, canı da götürəcəkdin. Yaxşı. La, ca, casına, yəni. Hansı sözlərə zərf söylən dan şəkilçə işləmişdir? Qəsdən. Aha. Deməli, burada belə bir şey var ki, burada artıq qəsd ismi olur, ən olur zərf. Yaxşı müəllim? Dən yoxdur burada. Diqqətli ol. Bunu çıxırsan. Astadan, astadan götürə bilərsən. Bərkdən götürə bilərsən. Hərdən götürə bilərsən. Kitabdan isimli, çəmənlikdən isimli. Ona görə testin cavabı olur 234. Sonra nəyə baxırıq? 63-ə baxırıq. Zərf işlənmiş cümlə. Hava çoxdan zərfdir. Ürəkdən ürəyə. Ürək burada isimdir. Azacıq aşım, azacıq saydı müəllim. Uşaqlar gülə-gülə araqdan əvəz edərsən olur feili bağlama. Biz burada yurd salıq, burada yer zərfidir. 63-ün cavabı olacaq 1 ilə 5. 64-ə baxaq. 64-də nə deyir? Deyir ki, hansı mürəkkəb zərf işlənməmişdir. İçərəklər qışqıra-qışqıra. Araqdan əvəz ilə feili bağlama olsun. Hərdən bir zərfdə çıxırsan. Sahilə çıxmaq üçün motorlu qayığa mindik. Bura zərf yoxdur. Bələdçi ona tərəf gəlib gözucu zərfdə çıxırsan. Yağışın təsirindən əyinbaş isimli götürürsən. Cavabın olur 1, 3, 5. 65-ə baxırıq. Sadədir mürəkkəb. Daban basma mürəkkəbdir müəllim. Aşağı sadədir müəllim. Əvvəl-axır. Əvvəl-axır mürəkkəbdir müəllim. Dəfələrlə. Nə olacaq dəfələrlə müəllim? Dəfələrlə düzəltmə olacaq da, düzdür? Buna da düzəltmə. Bildir də olacaq sadə. Deməli, sənə sadə lazımsa B ilə N-i yaz. B ilə N-i yaz. Sonra sənə düzəltmə lazımsa D-ni yaz. Mürəkkəb lazımdırsa A ilə C-ni yaz. Necə olur cavabımız? 1 B-E, 2 D, 3 də A-C. Bu formada olmuş olsun. Sonra baxırıq 66-cı suala. 66-cı artıq keçir. Zərfin mənaca növləri. Miqdar zərfi hansı cümlədədir? Miqdar zərfi nədir? Hər şey aid olsun, onun miqdarını bilsin. Bir qədər su su isminə aiddir. Çıx. Yay isimli. Yayda istirahət edərdik. İsim deyil də zaman zərfidir. Çıxırsan, sən lazım ki, miqdar zərfi olsun. Yayda zaman zərfidir. Gəlin biraz uşaqlar dincələk. Bax, biraz uşaqlara xitabdır. Uşaqlara aid deyil, dincəlməyə aiddir. Dincəlməyin miqdarını bildirir deyə biraz burada miqdar zərfi var. Çünki hərəkət aiddir. Ağır otur tərz hərəkət zərfidir, batımın tərz hərəkət zərfidir. Yaşma çıxdı ocaq başına. Yaşma burada isimdir. Bunu da çıxırsan. 67-yə baxırıq. Yer zərflərinə ibarət arızalı davam etdirin. Uzaq, bəri, içəri. Bayaq zamandır, sabah zamandır. Açıq tərz ola bilər, güclə tərz ola bilər. Sağa sola zaman götürə bilərsən. 67-də cavab olsun D. Cümlə zərfinin hansı mənəvi işlənmişdir? Ata ilə oğlu qabaq-qabağa dayanmışlar. Bu tərz hərəkət zərfidir. Ata oğlunu başdan ayağa, bu da tərz hərəkət zərfidir. Elə hanı tərz hərəkət zərfi? Tərz D variantı olmuş olacaq. 69-a baxaq. Elə danışır. Elə burada zərf deyil mənim. Əvəzlikdə zərf əvəz edib. Sanki günorta evdə uşaq kimi ağlayan bu deyildi. Günorta nə zaman? Günorta zaman zərfidir. Uşaq kimi ağlayan, uşaq isimli kimi qoşma da bu deyildi. Burada bir dənə zaman zərfi var. Elə yalnız zaman zərfdə B variantında olmuş olur. 70. Yer zərflərinə ibarət arızalı tanımadır. İrəli sağa sola bina isimdir, dəniz isimdir, bayaq zaman zərfidir. 1-ə 5 miqdar zərfidir. Üz aşağı yer ola bilər deyə cavab olur D variantı. 71. Hansı cümlə tərz zərfi yoxdur? Mən sakitdə dayanıb, sakitdə tərzdə çıx. Qonşumuz mənzilini yenidən təmir etdirmək məcburiyyətində qaldı. Aha, yenidən bura tərz deyil müəllim. Baxaq bir dəqiqə. Qonşumuz mənzilini təmir etmək məcburiyyətində qaldı.
Yenidən zamana oxşuyur. Burada gəlin bunu saxlayaq. Davamına baxaq bu sualın. Aha. Düyməcik yaşıl yarpağını üstdən tək oturub acı-acı ağlayırdı. Burada acı-acı tərzdir. Bunu çıx. İdmançılarımız qarşılarına qoyduqları məqsədə qismən nail oldular. Qismən miqdar zərfidir. Həcər ovucu ilə bərk-bərk onun ağzını yumdu. Burada bərk-bərk tərzləşə səhvdir. Bir dənə B ilə D-nin arasında qaldıq. Təkrar qayıdıb baxaq. Qonşumuz mənzilini yenidən təmir etdirmək məcburiyyətində qaldı. Mənim qonşumuz isimdir. Mənzil isimdir. Təmir etdirmək ayrı-ayrılıqda baxsaq ayrı-ayrılıqda. Tutaq ki, təmirə isimdir. Ya da təmir eləməyə mürəkkəb feildə getsin. Məcburiyyətində qaldı. Məcburiyyətində qalmaqda bir yerdə götür. Burada yenidən zaman mı düşünüblər, tərz mi düşünüblər? Yenidən təmir etdirmək məcburiyyətində qaldı. Amma yenidən burada tərzə oxşuyur da, yəni zamana oxşamır, düzdürmü? O yüzden yenidən burada tərz demiş olacağıq. Yenidən tərz götürün. Cavabımız olsun D variantı. 72. Hansı cümlə zaman zərfi işlənib? Hər gecənin bir gündüzü var. Bu da gecə mən sual verdi. Gecə gündüz əgər nə vaxt nə zaman sualına cavab versə zərf olur. Hər gecənin nə vaxt sualına cavab vermək bunlar isimdir. Ədəbiyyat üstələri doğan eşq günəşiyən burada zaman zərfi yoxdur. Dünənki sifətdir müəllim, çıxırsan bunu. Bugünkü də mürəkkəb zərfdir, bunda çıxırsan. Gələndə danışarıq, gələndə andan da feili bağlamadır. Bunda çıxırsan. Dünən yumurtadan çıxıb bugün cip-cip öyrədir. Hə, dünən artıq zaman zərfidir, çünki nə vaxt sualına cavab vermiş olur. 73-cü suala baxaq. Fərqləndirilmiş zərflərin biri məna növünə görə digərlərindən fərqlənir. Səhərdən tez-tez gözlənilməz hadisələr, tez-tez göz olacağam, tez-tez danışıram. Mən maraqlıdır, burada diqqətli yanaşmaq lazımdır. Bax, səhərdən tez-tez gözlənilməz hadisələr baş verir. Burada zaman zərfidir. Hadisələr tez-tez baş verir. Onu başsız qoymayacağam, tez-tez göz olacağam. Bu da zamanda. Elə tez-tez danışıram ki, hə, burada tez-tez danışıram, danışmanın tərzini bildirir. Buna tərz deyəcəksən. Əbil mədəniyyət evində tez-tez mühazirələr oxuyur. Bu da zaman zərfidir. Qabaqlar tez-tez bizə gələrdi. Bu da zaman zərfidir. Cavabın olaraq C variantı. Bax, Əbil mədəniyyət evində tez-tez mühazirə oxuyur. Mühazirə oxumağın tərzini bildirmir də, zamanını bildirir. Mühazirəni tez-tez oxuyur yox. Mühazirəni yəni zaman baxımından tez oxuyur deyə. Ona görə bunun da cavabı olacaq C variantı. 74-ə baxaq. Tərkibində miqdar zərfi olan cümləni müəyyənləşdirin. Bu da maraqlı suallarımızdan biridir. İkinci tək sözlər seç, az danış. Elə burada az danış, az din miqdar zərfi olmuş olur. Az söz saydı, xeyli vaxt saydı, çoxlu adam saydı. Çoxdan səni görmədim, çoxdan zaman zərfidir burada mənim. 75-ci suala davam eləyək. 75. Yer zərfi olan cümlə içəridəki sifətdir. Qonaqlar şəhərdən şəhər isimli, yuxarıdakı sifətdir. Sabah kəndə kənd isimli sabah zərfidir. Ən irəlidə yer zərfi olmuş olur. 76-ya baxırıq. Cümlənin birində yer zərfi işləmişdir. Nəvai qəzəllərini ən savadlı xəttata kösürtdürürdü. Burada yer zərfi yoxdur. Kürək daha da gücləndi. Burada da yoxdur. Daha yadatdır. Qarşıda əzəmətli qarşıda yer zərfi ola bilərdi. 76-ya deyəcəksən C variantı. Nazirli isimdir. Hər tərəfdə hər əvəzidir. Tərəf isimdir. İldırım isimdir. Şaqqıllamaq feildir. Cavabın olacaq C variantı. 77. Bu nümunələrdə zərfin hansı məna növləri işləmişdir? Oğlan xeyli danışdı. Xeyli miqdar zərfidir. Ətrafdaşlar səbirsizliklə, ehtiramla onu dedilər. Bu da tərz hərəkət zərfidir. Miqdarla tərz cavabın olur. D variantı. 70-dəki şərt xeyli dəyişmiş düzülməsində zərfin hansı mənavi işləmişdir? Xeyli nədir? Xeyli miqdar zərfidir. Miqdar da hardadır? Miqdar D-dədir. 78-də D olur. 79. Bu sözlərdən biri həm miqdar, həm də kəmiyyət zərfi, həm miqdar sayı, həm də kəmiyyət zərfi ola bilər. Birincili isimdir. Bunu çıx. Çoxdan yalnız zaman zərfidir. Bunu çıx. Birdən zaman zərfi olur, miqdar zərfi olmur. Zaman zərfi və sayı olur. Birincilər yalnız sayıdır. Çox ola bilər. Çox danışdı, çox adam. Danışdı olsa zərf deyəcəksən. Adam olsa say deyəcəksən. 80-ci sualdan davam edirik. Tərz hərəkət zərfi çiyin. Zaman zərfi yazmalıyıq bura. Düzdür, mən bu ilki sifətdir. Düzdür. Nə vaxt sual əvəzidir. Düzdür. Tezli isimdir. Deməmişdən qabaq. Demək feildir. Qabaq da burada deməli qoşma da cavabın olur. D variantı. Cümlənin birində yer zərfi işləmişdir. Kənd yaşıllığa kənd isimdir. Düşmən irəli geri olacaq yer zərfi. Ona görə cavabın B-dir. Sabah zaman zərfidir. İdmançı sət meydança isimdir. Otaqda otaq isimdir.
82 hansı cümlədə miqdar zərfi işlənmişdir? Çox işlərdən, bax, çox işə aiddir, çox məsələyə aiddir. Miqdar zərfi deyil, saydı. Az çox tanıyıram. Az çox tanıyıram. Tanımağın artıq bura tanımaq feildir. Az çox sən zərf deyə bilərsən, ona görə B demiş olacaqsan. Az məlumat isminə aiddir. Çoxdan tanıyıram, bura zaman zərfidir. Bir neçə uşaq, bir neçə də burada nə olur? Bir neçə olur burada. Deməli, say. Ümumiyyətlə, bax, bir neçə də, bir sıra və bir çox kimi yalnız say olmuş olur, zərf olmuş olmayacaq. 83. Hansı cümlədə tərz hərəkət zərfi işlənmişdir? Mən üstü örtülü söhbəti xoşlamıram. Burada üstü örtülü söhbətə aiddir. Necə söhbət? Sən buna sifət deyəcəksən, bunu çıx. Daha sonra cəld maşına minib, hər nə tərzə minib, cəld minib, buna tərz hərəkət zərfidir. Açıq dərs, açıq bura sifətdir. Bu gün zaman zərfidir, xeyli miqdar zərfidir. Az çox, bu da miqdar zərfi olmuş olur. Cavabın olur B variantı. 84. Yer zərfi işləmişdir. Əmimgil Gəncədə. Əmimgil isimdir, Gəncə isimdir. İrəlidə yer zərfidir. Evimiz çayın kənarında. Ev isim, çay isim, kənar isim. Yuxarıdan yuxarı yer zərfidir. Kursumuzun yeni tədris binası Bakıxanovları kurs isim, Bakıxanov isim. Cavabın olur 2 ilə 4. 85-ə baxırıq. Aha, davam edək 85 ilə. Hansı cümlədə yer zərfi işləmişdir? Evlərin ətrafına hasar. Ev isimdir, ətraf isimdir. Qonaqlar içəri zaman zərfidir. Dağların qoyununda bir şəhər vardı. Qoyun isimli, dağ isimli. Bunda çıx. Yuxarıdakı sifətli, küçə isimli. İrəlidə, irəli yer zərfi götürəcəksən. 85-in cavabı olacaq 2 ilə 5. 86. Hansı cümlədə zaman zərfi işlənmişdir? Biz onu çoxdan gözləyirik. Bura çoxdan zaman zərfidir. Biri götürəcəksən. Nəhayət axşamüstü. Gəlib çıxdı. Nə zaman axşamüstü? Bu da zaman zərfidir. At almamış, nöqtə davası eləmə. Almamışdan. Necə deyə bilərsən? Burada almaq feildir, müəllim, heç sərf yoxdur. Dostunu görüncə çox sevindi. Görüncə olacaq feil. Burada da zərf yoxdur. 86-ya deyəcəksən 1-dən 2. Deməli, davam edirik. 87 ilə zaman zərfi, axşam tərəfi, qonaqlar rayona qayıtlar. Nə zaman axşam tərəfi zərfini götürəcəksən? Xətt çəkmək üstən. Sonra, onunla üz-üzə gələndə çox sevindim. Müəllim, üz-üzə burada tərzli miqdar deyil. O zarı universitet dillərindən tanıyır. Universitet isim, il isim. Bundan çıxacaqsan. Gecə gündüz bərabər olur. Nə gecə, nə gündüz, nə sonra zafiyyə isim deyəcəksən. Gələrkən feili bağlamadı. Onda sən çox kiçik. Nə zaman? Onda, o, da, nada bitişdirəcək. Altını götürəcəksən. Cavabın olacaq 1-lə 6. 88-də baxırıq. Hansı cümlə zərfin üçün müxtəlif məna növü işlənir? Bax, quruluş demir. Məna növü deyil. Diqqətli ol. Axşam evdə nəvələrinin başına toplayıb tez-tez burada danışdı. Axşam zamanında tez-tez miqdarda, başqası yoxdur. Hərdən kolların dibindən xəfif xışıltı. Hərdən zamanda xəfif xışıltı eşidirirdi. Necə xışıltı? Xəfif xışıltı. Burada bir dənə var. Bugün aşağıda, bugün zaman, aşağı yer, qonşumuz xeyli. Xeyli miqdar, bunu götürə bilərsən. Bağın aşağısında aşağı isimdir, bağ isimdir. Köşkdə sakitcə oturub, xəyalatları sakitcə tərzdir. Bir dənə zərf var. Sonra Fərhad geri çevrilib, sonra zamandır, geri yerdir, əlini tezli tərzi bunda götür. Yer, daha doğrusu zaman, yer, tərz. Yuxarı mərtəbə, tez-tez səs-küy. Yuxarı sifətdir, tez-tez bir dənə səs-küy gəlir. Zamandır, bura bir dənə məna var, ona görə 88-in cavabı 3-lə 5-dir. 89-a baxırıq. Yasəməni sel götürüb üz aşağı yer zərfidir, yer hardadır, buradadır. Hər kəsin dediyində kör-körənə inanmaq, kör-körənə tərzə kəsərdir, tərzə buradadır. Uzaqdan bir qaraltı gəlirdi. Uzaqdan nə götürür? Uzaqdanı biz bayaq demişdik ki, uzaqdan olacaq yer zərfi. Düzdür, onun üçün C-ni yaz bura. Bayaq da uzaqdan sözü var idi. Köroğlu birbaşa gəldi, dükanın qabağına birbaşa gəldi. İndi düşünün, birbaşa nə deyəcəksiniz? Nə olacaq birbaşa? Birbaşa tərz olacaq, müəllim. Gəlməyin tərzini bildirir. Gecə onlar yollarına davam etdilər. Nə zaman gecə eyndə yazırsan bura olur. Deməli, E-ni 1-ə yazdıq, B ilə D-ni 2-ə yazdıq, A-inancını da 3-ə yazmış olduq. Davam edirik, müəllim. Bunun davamı var mı? Davamı var da, deyəsən 90-da kəsmişik bunu biz. Cümlədə işləmiş zərflərlə bağlı uyğunluğu müəyyənləşdirin. Qışın son ayı sərt keçdi, sərt tərzdir. Tərz buradadır. Maşın asta, asta da tərzdir, bunu da yaz bura. Bayaqdan zamanda yaz bura. Biz sizin şagirdlərin işlərinə az-çox kömək edilib. Bu da az-çox nə olsun? Az-çox əslində az-çox
miqdardır, amma burada heç miqdar yoxdur deyə D-ni götürməyəcəksən. İrəli də yerdir, onu da yazacaqsan bura. Nə olacaq cavabım? 1 E yazmışıq, 2-yə A ilə B yazmışıq, 3-ə C yazmışıq. 1-ə E yazmışıq, 2-yə A ilə B yazmışıq, 3-ə C yazmışıq. Bunların yerini necə səhv yazdıq biz müəllim? Hə, biz səhv yazmışıq. İrəli, düzdür, hep səhv yazmışıq. İrəli yerdir, yeri bura yaz. Düzdür müəllim? Bayaqdan zamandır, zamanında bunda C ilə olsun, bitsin. Zaman hardaydı? Zaman bayaqdan buradaydı. Deməli necə olacaq? 1-ə E, 2-yə A ilə B, 3-ə də C. 1-ə E-ni yaz, 1-ə E, 2-yə A, B, 3-ə C. D-ni çıxdıq, D miqdar zərfidir. Bu testimizin burada bitirmişik. Sağ olun müəllimlər. Ümid edirəm ki, faydalı oldu.